Prezident Ali Başkomandan Ağdaş rayon Ləçi qəsəbə 6 saylı tam orta məktəbin önündəki şəhid bulaq plakatın önündə bulaqdan ötəri video çəkilişlər paylaşsaq da, ərizələr yazsaq da, məktublar yollasaq da heç bir tədbir görülmür. İcra başçısı Orxan Hüseynzadənin, Firdevsi Məmmədovun yanında olmuşuq. Onların qəbulunda olsaq belə bu barədə heç bir tədbir görülmür. Bu şəhid bulağının bərpasının ötəri Orxan Hüseynzadədən görüşdən sonra bax bu şəhid plakatının üstündə bayraqların uğurlanmasına baxmayaraq Ağdaş rayon Ləçi qəsəbə icra nümayəndəsi Esəbər Məmmədov iddia edir ki, güya icra başçısı Orxan Hüseynzadənin göstərişi ilə təzə bayraqlar gəldiyinə görə bayraqların yenilənməsini göstəriş verib, ona görə söktürübdür Esəbər Məmmədov. Ancaq elə deyil də ondan öncə mən bütün bələdiyyə icra nümayəndələrinə, hətta Firdevsi Məmmədova, Esəbər Hacıyevə, sonra Mahir müəllim var, bütün bələdiyyə üzvlərinin, nümayəndələrin hər birindən soruşandan sonra ki, bayraqları buradan götürüblər, heç sizin xəbəriniz yoxdur ki, onların yox cavabından sonra 102-yə məlumat versəm də, yenə də iddia edirlər ki, Esəbər Hacıyev göstərişi ilə bu bayraq sökülübdür. Cənab Prezident, mən tam razıyam ki, Esəbər Hacıyevin göstərişi ilə sökülməyinə baxmayaraq, baxın, bayrağın bağlandığı şuruplar üstündə qalıb vəhşicəsinə söküldüyünə görə bu şəhid plakatının önündəki ayna qırılıbdır. Ancaq ki, bununla barədə bütün hər dövlət qurumlarına məktub yollasaq da, video çəkiliş paylaşsaq da, icra nümayəndəsi Esəbər Hacıyev göstəriş verdiyi kimi ki, bayraqların yenisi ilə əvəz olunsun. Bax, bu ayna qırılıbdır, vəhşicəsinə sökülübdır, yəni bu şəhid plakatının önündəki. Üstündəki bayraqlar elə sökülübdür ki, bax, bu ayna qırılıbdır. Həmçinin Cənab Prezident, Ali Başkomandan sizdən xahiş edirik ki, bax, şəhid plakatının önündəki, bax, bu bulağın da bərpa olunmasında bizə köməklik göstərəsiniz. Su idarəsində olmuşuq, bütün aidiyyatlı orqanlarda olmuşuq, təhsil şöbəsindən məktub gəlibdir ki, yəni bu bizim balansımızda deyil, Ağdaş rayon icra hakimiyyətinin balansında olan ayrı bir qurum olduğu üçün ora müraciət eləməlisiniz. Biz də Ağdaş rayon icra başçısı Orxan Hüseynzadəyə, icra nümayəndəsi Firdevsi Məmmədova, Ləçi qəsəbə